Salamlar, hər vaxtınız xeyir olsun. Axır ki, yeni bir vlog çəkdim sizin üçün, paylaşıram. Çox sağ olun ki, məni izləyirsiniz, dəstəksiniz, abunəsiniz. Videolarımı bəyəndiyiniz üçün minnətdaram. Like etdiyiniz üçün. Desəniz ki, Natəvan yenə haralarda qalmışsan. Bilirsiniz, bu mart ayı bayrama qarışıb maşallah. Bir yandan Ramazan ayı orucluq. Bir yandan 8 Mart alınca gəldi Novruz bayramı. Biz belə hər gün orucumuzu tuturuq. Həftənin bazar günü uşaqlar da bizə qoşulur. Belə Allah verəndən nuş eləyirik. Yəni günlərimiz belə keçir. Gün ərzində də sifarişlərim olur. Ən çox da Novruz bayramı münasibəti ilə biraz başım çox qarışıq oldu. İndi onlardan da çəkəsiyəm. Amma deyim ki, bu vlog çox doludur, çox maraqlıdır. Önə çəkmədən izləsəniz, inanın ki, sizə maraqlı gələcək. Çünki hər şeydən biraz qonaqlarım, çox darıxdırdığınız birini göstərəsiyəm sizə. Həmçinin Qumrala necə doğum günü keçirdiyimizi göstərəsiyəm. Qonaqlarımı, daha sonra bayramlara necə hazırlaşdığımı, hər şeydən biraz var. Odur ki, izləməyə davam eləyin. Bu isə 8 Mart ərəfəsində götürdüyüm sifarişlərdən idi. Çiyələk, şokoladda. Belə çoxlu hazırlamışdım, həm nabor şəklində. Buna çox sifarişlərim oldu. Vaxt çox aparır, inanın ki, vaxt baxımından çox çatdırmaq çətindir. Hər şeyə baxmayaraq bu YouTube-da ürəyimdə xüsusi yeri var. Hər biriniz üçün çox darıxıram. Ona görə də olan hadisələrdən keçirəm videolar ki, vaxt eləyən kimi həmən sizlə paylaşım. Bir qədər yetişə bilərəm, üzürlü sayın. İnşallah yine anlayarsınız. Novruz şirniyyatlarımdır, zakaz sifarişlərimdir. Novruz bayramı üçün şirin qoğal, şor qoğal, şəkər bura, paxlava. Belə qutularda qablaşdırdım. Öz sifarişlərinə müştərilərimə göndərdim. Hər birinizin Ramazan ayının xeyirli keçməsini artıq sona çatırıq, arzu edirəm. Bütün arzu dualarınız, ibadətləriniz qəbul olsun. Keçmiş Novruz bayramınızda ürəkdən təbrik edirəm. Bahar fəsli gəlir. Bahar evinizə, eşiyinizə, ruzisi ilə, bərəkəti ilə gəlsin inşallah. Həmişə yaxşı işlər keçirdim. Belə süfrəniz dolsun, daşsın. Gözəl nemətlərlə üzünüz gülsün. Mən də sizə elə bir qədər etdiklərimdən göstərirəm hələlik. Yəni sonra deməyin ki, bu qız nə işlə məşğul idi. İnanın, bunları bişirən bilir ki, hamısı nə qədər vaxt aparan şeylərdir. Nə qədər zəhmət, əziyyət tələb eləyir. Bu bayram ərəfəsində səhərə kimi demək olar ki, yatmamışam, elə mətbəxdə olmuşam ki, sifarişləri vaxtında çatdıra bilim. Həmişə dediyim bir söz var, Allah hər kəsin ruzisini yetirsin, asan və halal yolla inşallah. Biz isə neylədik? Qışın çıxmağına lap az qalmış. Qızlarla yığışdıq meşədə. Dedik, bu Ramazan ayını gəlməmiş bir yerdə bir səhər yeməyi yeyək. Sonra bir ay müddətində gündüzlər görüşə bilməyəsik. Çox əyləncəli meşə gəzintisi təşkil elədik özümüzə. Gəzinti deyəndə ki, düz evimizin yanı. Bura. Köpründə biraz. Yaxşı, bəs edək. Paxalıq eləmə. Bir də layfaq bir də umut eləmişim. Eləm işləmir. Çox olur. Evet, salamlar. Salam ay qızlar. Mən bu videomu biraz başqa cür işləyirəm. Mikrofon knopkasının yerində olurdu. Basışım gəlir. İndi əlimi buraxan kimi gedir. Qanun aparam oraya günlə. Biraz 15-20 dəqiqə dayanaram. Baxaram görüm kim var içində. Sonra düşəcəm aşağı.
Aytaçın yoldaydı desin, gəlir. Görüşərək yol kaynağında. Gəlmir. Rəşdə tanış gəlir burası. Düş gəlməsin, pəncərəni tapıb daşdan zatdan atacam ora. Pəncərə o birüzdən də. O birüzdən bax pəncərədən. Hə, ortadan arkadan keçib gəlirik. Söz aşağı. Bu da biz, çölün qızları. Bilinç ki, qızarmışıq. O ağıllı axun qabaqda gedir, baş aşağı. Kızlar, sabahınız xeyir olsun. Saat hemen öğlen. Qaydıram. Təmiz hava var, qar yağsın. Nergis. Где yazıyor? Narcis. Написано Narcis. Ne oldu ay cemaat? Umra. С днем рождения. Ay, hamı hediye attı. Ne almışsınız? Güllerin rozaları. Orada neler var? Şaxta baba neler aldı? Bu nedir? Ay, Kumral'ın sen supunu alıyor. Kumral'da konfet var. Burada da konfet var. Burada da konfet var. Her yerde konfet. Я целый год не ела чипсы, представляешь? О, какие были. Ay, Какие были. kapibara nedir? Ну, bu değil bu kapibara. Hələ pijamasını da gətirdə Kumral'ın. Hani pijaması? Не у меня. Şkafda değil ya, sen şkafa üstündəki paketdə. Tez ol. Baxca pijaman nə tədir? Bunu da Banu özü seçibdi sən saçlara. Təşəkkürlərin. Он кислый. Гумрал кислый любит? Да. Ты не знал? Да. Nə qəşəngdir. Mənə də almışdınız yoxsa mənə də almışdınız. Kumral, еще один подарок тебе. Вот так пижама. Aç baxca xoşa gəlir. Похоже. Нет, это кофе. Это котики. Котики. Nə tədir? Kumral, как тебе? Классно. Спасибо. Целых 100 еды у меня. Şo, cicətdik, gecdi, tez olun. Bizə yemək verməyəslər, qaçın. Kumral xanıma yenə 2 dəfə ad günü oldu. Ayın öz ad günü günündə atası ilə getib oturduq bir yerdə yemək yedi. Oradan videolar çəkməmişdim, unutmuşdum daha doğrusu. Və həftə sonuna Pəri ilə bir gün dalqabaq olduğu gün Rəşdənin balaca qızı. Demək olar ki, çox vaxt bir yerdə keçirdirik ad gününü. Həftə sonu belə bir yer otaq bron eləmişdik. Kinozal kimi böyük ekranı olan. Hansı ki, burada həm karaoke oxumaq, həm kino teatr kimi kino izləmək, həm kompüter oyunu oynamaq mümkündür. Biz buranı 3-4 saatlıq götürmüşdük, bron etmişdik. Burada yeməkləri yaxınlıqdakı kafelərdən sifariş elədik. Yəni bu otaqda təkcə böyük ekran, kreslo, divan, stollar var. Qalan hər şeyi özümüz gətirmişik. Və Pəri ilə Qumralın rəfiqələri, sinif yoldaşları var. Bu da mən. Özümü də çəkim. Telefonda da olsa baxım özümə görüm nə təriyor. Bu qaça. Yaxşıyam, pisdir.
Uşaqlar əyləndilər, oxudular, oynadılar, kinoya baxdılar. Bu da Qumralın üçün hazırladığım Pəri ilə Qumralın doğum gününə vişnya tortu, yəni albalı, bir cüt albalı kimi onları nəzərimdə tutmuşdum. Elə hər ikisində də albalı üzərində olan koftalar almışdıq. Pəri evdə yadından çıxıb qoymuşdu koftasını. Demişdik geyinsinlər, dəst olsun. Ballı tortda rəşdə hazırlamışdıq doğum günümüz üçün. Belə maraqlı keçdi, uşaqlar razı qaldılar. Yəni bir ideya kimi sizə göstərirəm. Dedik bu dəfə daha uşaqlar böyüyüb, biraz daha fərqli tematika olsun. Yəni onlar oyun zalları zad artıq Qumral üçün, yaşlılar üçün o qədər də maraqlı deyil. Yəni qızlar olan bir kollektiv idi. Çox da maraqlı keçdi. Qadınlar öz amplasında söhbət, uşaqlar da öz işlərində. Yanmadı. Onu da yandırın. Hadi yandı. Hadi yandı. 2 tane de var herhalde. Ver. Qumral, biraz yaxın burada Pəriyə. Davay, davay sən. Раз, три. Ой! Смотри просто. Смотри, такая. Давай. Все, пополам давай. Да, давай. Ой, все. Смотри, вообще. Baxın bura, baxın. Упари. Tez tordan səslənəcək. Давай. Может угощать друг другом, вот, именинники. Да, давай, мама. Давай. Мам, целовать. Давай. Укусить надо. И маму поцеловать. Чтобы Все, музыка. Днем рождения! Днем рождения! Müəllif hüquqları pozulmasın deyə hər dəfə arxa fona başqa musiqi yerləşdirməli oluram. O ki qaldı torta. Onun çəkişlərini evdə qoymuşduq, yadımızdan çıxıb. Düşüb aşağı mağazindən belə çəkiş formasında ruçka qələm almışdıq. Ona görə çətin sındırdılar uşaqlar, amma çox da əyləncəli keçdi. Bu da bizim doğum günümüz. Hə xanımlar, vlogun davamını keçməzdən öncə sizin tanış eləmək istədiyim bir xanım var, Səmra xanım. Köhnə izləyicilər artıq onu tanıyır, hətta ondan artıq qızıl alan müştərilər, izləyicilərim də var.
yeni qoşulanlar üçün tanıtmaq istəyirəm Səmranı. Xətrini çox istədiyim, çox güvəndiyim bir xanımdır. Moskvada Rusiya ərazisində qızıl işinə baxır. Yəni ondan qızıl əşyaları rahatlıqla ala bilərsiniz. Güvənərək pulunu verib təmiz qızıl sizin üçün gətirəcək, göndərəcək, olduğunuz şəhərə çatdırma edəcək. İndi elə bir vaxtıca hamamını ağladır hər baxımdan. Amma bu xanımı mən neçə vaxtı tanıyıram. Çox da çox istəyirəm xətrində. Hətta ona bir neçə dəfə qızıl əşyası da almışam. Sizlə də paylaşmışdım, yadınıza gəlirsə. İstədim, bu dəfə də tanıdım. Yəni güvənimizi qazanan bir xanımdır. Rahatlıqla, könül rahatlığı ilə müraciət eləyin. Telefon nömrəsini rəy bölməsində sabitləyəsiyəm. Elə bu kadrlara da qeyd edirəm nömrəsini. Yazıb müraciət eləyib soruşa bilərsiniz. Adekvat, düzgün qiymətlər qoyur hər qramına görə. Yəni mağazada istədiyiniz dəbdə olan bir modeli 2-3 dəfə baha qiymətini almaqdansa Səmra xanıma müraciət eləyin. O sizin üçün daha sərfəli qiymətə həmin modeli gətizdirəsiz. İstədiyiniz ölçüdə, razmerdə, çox da belə şirin, mülayim bir xanımdır. Nə sualınız olsa verə bilərsiniz. Salam qızlar, xanımlar, izləyicilər, yəni kim olsa, hamıya salam. Nə təsiz, nə var, nə yox. Xoş gördük hamınızı. Pəncərəni də açmışam. Evin havasını dəyişirim. Güya çöldə də qar var hələ. 2 gündür qar yağır. Ay, soyuq. Bugün qonağım gəlir. Siz tanıyan qonaqdır deyə. Ona görə şimdi qoy evdə vlog açım, danışım. Qonağımı da göstərirəm sizə. Kim gəlir, kim gəlir. Lahə gəlir. Maması da buradaydı. Gedək qoy hadisə görüşək. Fikirləşmişdik. Sonra dedim qoy evimizə gəlsinlər. Evdə görüşmək daha yaxşıdır. Evin istiliyi, evin səmimiyyəti, hadisə kafedə, hadisə Targovo sentrdə görüşməkdənsə ticarət mərkəzində yəni yaxşısı evdir. Evdəki istilik yoxdur heç yanda. Ona görə də fikirləşdim ki, qızlar deyəcək yığışaq hardasa oturarıq. Dedim yox, gəlin bizə. Qapımız açıqdır. Mamasını da götürsün, gəlsin. Uşaqlar demişəm, gətir. Bugün də qızlarla belə keçsin günümüz. Sizə də çəkirəm, gəlsinlər. Hələ çay süfrəsi açmışam. Allah verəndən deyirlər, gəlməyəqsə əziyyət olur. Deyirəm, nə aman xoşdur. Allah verəndən elə bir loxma yemək nəsə bir şey bişirirəm. Yüngül çay süfrəsi açıram. Aşım hazırdır. Dəmləmişəm qapağını da açdım ki, biraz da böyle isti kalsın. Burada da oy ləvəngilər pişir. Pişib daha doğrusu söndürmüşəm ki isti kalsın. Belə. Bir çiğ yemək salat hazırlamışam. Da balıqla kartof tura koymuşam ki isti kalsın. Bir çiğ salat da düzəltmişəm. Ya bu sizə maraqlıdır ya göstərirəm. Deyil, bura koymuşam. Ki burada qalsın, soyuq qalsın da. Xaladenikdə yer yoxdur. Pəncərəni də açmışam, çox soyuqdur. Çünki xarab olmasın, soyuq qalsın. Belə. Yəni Allah verəndən pay. Dedim yenə bir lokma çörək yeyək. Oturaq danışaq gedək. Maraqlı günümüz keçər yəqin ki. Çox şey hazırlamaq istəyərdim, çatdıra bilmədim, təəssüf ki. Yəni tort da pişirmişəm, tortumu da göstərim. Bu da tortum, bananlı, karamelli tort. Belə çayla içməyə. Aşqaramdır. Bu da zakaz tortumdur, yığıb qoymuşam ki, axşam hamı gedəndən sonra oturub bəziyərəm. Evimiz, danışqalıq da, özümüz çayla. Hər şey bir içində də. Allah ürəyin o geniş ürəyin hər şeyə. Hamımız xoş gəlmişik. Əziz, sevimli ilahəmiz bu günlərim gözəl anası ilə Natavanın qonağıdır. Allah canınız sağ eləsin, həmişə siz gələsin. Çox sağ ol. Mamam deyir ki, video çəkində pərdən çək. Mamalar razı olsun. Allah canınız sağ eləsin. Buradan mamanı da salamlayırım. Qorxumdan tez çəkdim görsən. Gün olsun, siz də Bakıya gələsiniz, anaya götürüb gələrsən bizə. İnşallah, inşallah. Allah canınız sağ eləsin. İnşallah. Xoşdur. Hər şey yaxşı işlər olsun, valla
Görüşmək istəyirəm. O bu gecə çəkmişsən. Sən bu əziyyətləri qeydə almıyor. Həmişə belədir bunun kadar. Hayatdır da, neden hayat şey yok? Vallahi. Burada qonaq yoxdur. Özümüz pişirib Zaten o kadar üreye temiz, o kadar güzel insandı ki valla biz onun evinde öz evimiz gibi özümüzü hesap ediyoruz. Hem de ben böyle hesap edirəm ki, insanla yoldaşlık eləmək istəyirsənsə, orada o belə nətər sıxındırsa, özünü nətər belə o ayrılır ondan. Şu kapı var. Hə. O kapıdan içeri atılmasan da o hoş aura var. Onu tuttunsa Gözəl tərəfləri. Sənə belə bir beləziyyət çəkirsən. Allah var eləsin. Gün o gün olsun, Azərbaycana gələsən. Amin. Qarşılığın orada, ana, ata da götürüb gələsən bizə. İnşallah. Bu dəfə gələndə mən bilmədim. Onda xəbər tutdum ki, bizə qayıdıqlar dolar. İlahiyə dedim. Hoş gelmişsiniz kızlar. Hemşe siz gelesiniz. Getirsin bu. Sağ olun. Çok sağ olun. Salam. Getirsin. Sənin en istediğin belki olarsan bir yıl burada. İnan Allah'ım ben de senin hakkında fikirleşirdim. Natavan bu günlerim sevap ediyor. Reşidemiz geldi. Elə biləm deyirsən. Peri salam Peri. Ne dersin Peri? Yaxşı. Beyazlar reşide gel reşide. Allah razı olsun. Sağ ol. Hoş gelmişsiniz. Hemşe teyze. Oturun. Ben yerim. Allah'ım nasıl edirəm gəlməm. Çəpimdə sıxmışım. Hamı gelirsin sen. Elə bayaqdan gözləyir. Reşdə harda qaldı? Yok valla oturun da ver ora. Gel şey bura boşdur. Gel oraya. Heç açışdıraq da yox. Qardaşımızın adına da söhbət edirəm. İçeride. Natavan, bu günlerim cümle günü de hakikaten de savab iş gördüm. Hamını yığdım bir yere, neçə vaxtı hakikaten de. Çok güzel gün, çok güzel insanlarla bak böyle güzel insanın evinde sütre başındayız. Ay ne dersen ne var ne yok. Yaxşı ürək, Yaxşı ürək falan. Ürəyim sən istədir, necə? Her şey yaxşı olursa. Sağ olun. Allah ürəyimdən şad olsun. Sen can nene. Otur can. Can. Sen nuş olsun. Nene balanın sevgisini çekilir, mühabbeti. Geldi stollardan nenesini taptı. Canım. Ara var mısın? Nənəm qeyrə yetsin. Videoya çəkərəm sonra. Çəkirəm sənə. Uşağı çək keçək videoları. Sənə çəkirəm. Mən çəkəm. Sənə çəkirəm Bak deyirəm. nene var. Allah xiyar verim Deyirəm sana. ki, bunların hamısını sənin üçün çəkirəm. Sonra sən Ha, atarsan. anladım. Təşəkkürlər. Dedim, Alparslan çoxlu çəkdə, darıxıbdı izləyiciləri. Saçına yaraşır. Maması gece saçlı. Çok çıktı. Maşallah. Kıçıyla kıçıyla. Güzel. Saçını qoymur qırxmağa, onu güclə qırxmışam. Ağlayır, səsi düşüb ora, güclə hamı topalaşıb. Bitər onu qırxıb buraxmış gələm. Onun uşağa vaxtı görmüşdük da biz. O görüntü heç gözümün qabağına çəkmirdi. Uşağı mən şəxsinin axı. Evlilər idi onda. İndi Sən hər becərir. şəkli paylaşımda o qədər oxşadırdın ki, belə evlərdə iyi gəlirdi burnuna. Elə uşaq. Hangi dedim ki, laha bir qəşəng oğlu var. Bir gözün oğlu var. Güzel adı balım. Allah razı olsun. Sağ ol. Mənim olsun. Nenesinin iğnalı verir. Canım. Otur nene versin bak. Nura aşırısı Natavan bebeğimiz. Dövücü. Akkeri. Oh. Xiyar. Allah. Her şey var, her şey. Deyirsən, elə bir şey pulu xərcləyirsən də, nə qısa qabaq alsan orada. Üç dənə şey alsan. Belə baxıram yaxşıdır, hə? Yaxşıdır. Yaxşıdır mı? Yaxşıdır. Eyvallah. Bir dakika kişinin Yere içiyorum. neye gidecek? Çok iyi. Ağza çikolata köşelik sana. Nene. Arkadaşlar.
Neneye paka paka ile gider. Nene maç elə neneye? Neneye maç ile. Şöyle hamısı yoxlanıyor. Yaxşıdır. Bizə də lazımsa bir dənə səndən Bir dənə maşındakı olan taxtından da daşıyam. Elləri asılar, Demək, atla çək, arxasından çək. Qaqalara bax. Maşallah olsun, maşallah. Ellerim var olsun. Sağ yeriz verəcəyinə. Sağ ol da, bəlgəlinin kimi. Ey oğlanlardan olsun. Özü sevmir, onu sevmir. İyi gel, Mehtebe Gül, Natavan kalanda Xoş deyir, yedizdirmək xoş deyir. Bir əli elə inşallah. Sağ ol. Şimdi de ben de saçı bile. Yox, kəsmək lazımdır. Kameranın tərsinə çevir, biraz da özü çək, danış. Özün də danış ki, YouTube haqqında nə fikirləşsən, nə düşünürsən. Əli qolun var olsun. Eviniz avan da olsun. Borunuzu bərəkətli olsun. Qazananızdan sağ Xeyir olsun. işlərə gərək Amin, çalışam. amin. Xəçəsiz gəlin, banan karamel eləmişəm. O gün bir müştəri eləmişdim, özüm də istedim. Çok. Krem cheese'li mascarpone eləmişdim. Oyun orayı ilahi. Yox, Özəki, Nə diqqətlə bax. cevresi. Zakaz eləmək istəyənlər zəhmət olmasın. Nədir bu? Buyurabilir. Natavan, bura bir Cheesecake yiyir ama krem cheese değil mi? Cheesecake'i krem cheese'le pişirirler de. Öyle yumurtayla krem cheese karıştırırlar, olur cheesecake. O yiysen sen sadece bunu da Əli yiyirler. şeylərinə sevmir. Cheesecake nerede sen yiysen restoranlarda. Ala, nənə qoyun, bax, bana. O zaman olmuş mu? Nənə qucu. Cheesecake. Cheesecake'i krem cheese mi diyorlar? Natavan video çəkəndə Instagram adres ya da ki nömrəsi qoy da çox soruşurlar səndən tortlardan zakaz eləmək O olar. yanda koyuram ha. Video ortasından qoy, ortasından. Evet, olmaz Natavan'ın el işleri. Çok tadlı, çok güzel. Reklama ihtiyacı yoktu ancak ki bakanlara məlumat vermək istəyirəm ki, yəni zakaz edə bilərlər. Maşallah olsun. Dadı da özü kimi. Hala qaynanasının tərifçiyi, rəhmətli qaynanasının. Hə, çox fikirləşmə deyirdi. Çox fikir adamı məhv eləyər. Həqiqətən də o heç vaxt heç kimə fikrin demirdi, amma hamısı içinə yığırdı, öz üçün. Ona görə də cavan eləyir. Yazıq. Ürəyinə sağlıq. Hə, Hər gəli qaynanası haqqında yaxşı şeylər danışmır. Xala bayaqdan xatirələrini danışır. Birdən yadıma düşdü ki, kameranı aç. çox şeyimi qaynanamdan öyrəndim. Onu da hər qaynanalar bacarır. Amma onu deyim ki, hər gəlin də o qaynanadan tökdüyün yığılır. Nə qədər yaxşı olasan, yenə də görsən ki, nəysə axtarır ki, bir pisliyin tadı. Bir sözü də şey qarşılıqlıdır, Hə, doğrudan da. Düzdür. Sən ha yaxşı ol, sənə qarşılıq verməyəndən sonra. Amma o da var ki, atalar deyir, sən yaxşılığı elə. Xaliq bilməsə də, balıq bilməsə də Xaliq bilər. Hə, elə bir şey də var, atalardan misal. Deyir, pisliyi eləməyə nə var ki, oğul olsun, yaxşılıq eləyəsin. Yaxşılıq. Böyüklüyü gərək bacarasan. Məndən o gün bir qız tort zakaz verdi. Üstünə deyir yaz mama kakpukovka verdi. Ana düyməçimidir, hər şey ondan ha. O qədər yazır, şəkillərini paylaşıbdı anası ilə nəmlə. Axırda yazdı ki, akazvası qaynanaymış, anası da deyil. Bir qəşə, ha deyəm, adı sağ olsun, ha, yazdı. Anam inen heç vaxt deyir, ma qaynana olmayıb, həmişə ana kimi, elə af bilmişəm ki, qaynanasıymış qızım. Yəni, olur elə insan. Amma indiki qızlar deyir, elə tək qaldım, yaşam, qaynana olmazsan. Gözlərini o qədər qorxuzurlar ki. Yox, o da olmur axı. Nətər sənin anan anadır, qaynana ana deyil. Əlbəttə, öz anasını sevən qaynana. O oğlu bəsləyib, saxlayıb, o həddə gətirib, özü yeməyib, özü yeyməyib, oğlum saxlayıb, o həddə çatırıb, sənin qismətin olur. Gəlirsən elə eləyəsin ki, o ana ürəyə çıxsın. İnşallah hamımızın qarşısına gözəl
gəlinlər, gözəl yeznələr. Vallahi yeznə nə qədər yaxşı da olsa, elə bir ki, bir oğlum var. Oğul da bir başqasının yeznəsidir. İndi qaynanazdan danışdınız, biraz da gəlindən danışın. Öz gəlinimlə. Öz gəlinim, mənim gəlinim valla qızışdırmaz. Mən həmişə İlahə də soruşanda deyirəm. Mən gəlinimdən razıyam. Özü İmamoğlu'dur, maşallah. Hər gəlin bir ananın qızıdır, hərəsinə bir tərbiyədədir. Mən başqa cür tərbiyə edirəm, sən başqa cür. Gərək o gəlini evə öz tərbiyə uyğunlaşdırınca, mənim qaynanam həmişə deyirdi rəhmətlik, 5 il vaxt var gəlir. O 5 ilə o gəlindir. Sənin mühiti uyğunlaşsa gəlindir. Yox, uyğunlaşmırsa öz gəlindir. Mən həqiqətən də gəlimdən razıyam. Gəlin ocağa gəlir də. Mən hələ ki pisliyi görməmişim. Gəlini evdə tutmağa. İnşallah yaxşı olar. İnşallah yaxşı olar. Valla Nigar bacı kimi qaynanaya nə var ki? O gün Rəsula deyirəm, deyir ki, kimsə gələsə ayrı, deyirəm ki, Nigar bacıya deyəsəm, üzüm çaşdı bitdən ki, Nigar kimdir? Hə, deyirəm, üzümə baxdı, deyirəm, bilmədim, mən kimin yanında özümü yaxşı istəyirəm, güldü sırası. Valla, sən yanımızda onda, biz narahat olmaq ki, evdə qonaq var, evdə yad adam var, o qədər xətrə çox istəyirəm ki. O qədər istəyirəm ki, sağa qarşı. Oradan girən kimi, mən bir dənə həmişə Natavanın videolarına baxır, Anuş, baxırsansa, salam söyləyirəmsə. Həmişə onun da evinə, sizdən yaxşı olmasına, evinə girən kimi elə bilsən ki, Azərbaycana da belə, yəni ki, hiss eləmirsən ki, sən qərib evdəsən. Natavan gəlir, özünü o qədər rahat hiss eləyirsən. Yəni, olanı deyirik də, burada üzdə deyim, deyim. Yəni, deyim, səndən qaynana, sən gəlinin olmaq hələ çətin olmaz məncə. Olur. Allah hamısını xoşbəxt eləsin. Nigar bacı yaxşı qaynana olacaq. Ha, deyirəm də. Padurqa kim olasdı? Ha, ondan qaynana olmaz. Padurqa kimi. Mənim kimi dilimdədir. Sən deyə bilmərəm. Yaxşı ki, oynayalım. Danışan da bana qoxur. O sakit də bana qoxmalı. İnsanın yerə baxanı suyun lila. Sakit deyən kimi nədir? İlahi yadıma düşdü. Sakit nədir? Yox, İlahi o qədər sakit deyildir. Hər adamlar var ki, başı sakitlər. Boynu yarısı yerdə deyirlər. Boyun da balaca. Burada çay hamısı. Düşmüşüm sənin. İlahə, indi danış sən. YouTube'a nə vaxt qayıdırsan? Niyə yoxsa? Da. Paka. Ehtiyatlı olun. Papaq örtün başınıza. Mən YouTube'a qayıtmıram. Qayıtmaq istəmirəm hələ ki. Bağlandı kanalım. Onu görə nə bilirəm. Ancaq səni gözləyənlər çoxdur, İlahə. Çox maraqlanırlar. Sanksiya düşdü də. Mən çökmə kanal kimi. Sən onu tez asarım məsələsi eləsin. Eləmək lazımdır. Onu vaxt ayırmaq lazımdır. Baş sındırmaq lazımdır. Evdə həvəsim qalmayıb, üstünə düşmürəm. Onun heç bir yolu olmur, bağlana. Mən yana eləyə bilməzəm. Gəncədən ayrı kanal açasan, sıfırdan başlayırsan, oradakı... Hadi sən kimi. Yəni olan kanalı dəyişmək olmadı da, heç mi? Bəlkə də eləmək var, bilmirəm, üstünə düşməmişəm deyə. Məndə olmadı, alınmadı. Başına qarşılıq edəndə lap üstünə düşmədim. Sadıqdır. Şest olur. Gəlməzsən, gəl. Biraz bəlkə Alparslan böyüyənə, Həsən Günel kimi, həvəsə gələsən. Bilmək olmaz. Amma sən təzə kanal açsan, tez yığarsan abunə. Tanıyanlar tez abunə olasılar. Sən narahat olma, sən aç. Otururlar, Sakitcə. dinməz, söyləməz. Gör kim kimədir, sən aç, biz paylaş. Mikrofon qoyur. Deyəm, mən tez paylaşır, tez paylaşır. Mikrofonu ver qıza. Nəysə, qaçırdım deyəsin. Sətizlik qeyd edirlər üzü. Nigar bacıdan mən kimi 8 martda qeyd edirik. Araşdırır. Uşaqlar hamısı qəşəng şeirləri danışırlar, mahnıları oxuyurlar. Çox qəşəng. Onlar özdə mahnını nə tərəfdə? Belə başlayacaq, belə elə. Başlayırlar. Belə eləməkdə, uşaqlar görə başlayıb belə eləmək. Sözüm var. Dayan, padarkan da həll elədi uşaqlara dinə. Yəqin ki, İlahə Camalzadənin də izləyiciləri vardı burada.
izlədiniz və son tortlarımdan bir neçəsini də sizinlə paylaşım. Novruz havasında olan sifarişlərimlə sadəcə bir neçəsini paylaşıram. Belə bir tort sifariş eləmişdilər və belə bir məscid formasında tort sifarişim var idi. Burada dekorsuz tortun çəkisi 8 kiloqram idi. Ehsan niyyəti ilə bu tortu sifariş vermişdilər. Bunu Instagramda da paylaşmışdım. Qoy YouTube'da da paylaşıram. YouTube izləyicilərim üçün belə bir tort hazırlamışdım. Bu tortu da bir YouTube izləyicim Azərbaycandan atasının 60 il ad gününə gəlmişdi. Onun üçün sifariş eləmişdi. Hazırlamışdım. Elə hər iki tortu bir gündə sifariş eləmişdilər. Tort və müxtəlif şirniyyatlar sifariş vermək istəyənlər soruşursunuz. Instagram adresimdə elə 2 Instagram səhifəm var. Hansında olsa yaza bilərsiniz. Biri Zakaz Moskva Tort. Səhv eləmirəmsə belə adlanır. Digəri isə Vlog Bano. Yəni onu tapmaq daha asandır. Oradan müraciət edib yaza bilərsiniz. Və yaxud elə YouTube kanalının məlumat hissəsində əlaqə nömrəsi qeyd eləmişəm. Oradan da yaza bilərsiniz mənə. Belə nə deyim, artıq qızıl satan xanımla da sizi tanış elədim. Səmra xanımla da videonun ortalarında paylaşmışdım. Ötürənlər üçün bir daha deyirəm. Bu da tortlarım Novruz bayramı üçün. Bu da Azərbaycanlı bir xanımın sifarişi idi. Hər birinizə təşəkkür edirəm. İzlədiyiniz üçün, dəstək olduğunuz üçün, xoş sözləriniz üçün sağ olun, sağlıqla qalın. Hələlik.